Axşam yeməyi kökəldir. Fikri illərlə yayılıb. Bəs bu həqiqətənmi doğrudur? Əgər gün ərzində xərclədiyimizdən daha çox enerji, yəni kalori qəbul eləsək, həmin bu artıq enerji yağ kimi depolanacaq. Səhər vaxtı da yesəz, axşam vaxtı da yesəz, yenə bir fərq olmayacaq. Bəs niyə insanlar axşam yeyəndə kökəldiyini düşünür? Çünki axşam vaxtı hərəkət və aktivlik azalır. Bu da öz növbəsində itirdiyimiz kalori miqdarına təsir göstərir. Bundan əlavə olaraq seçdiyimiz qidaların dəyəri və onların porsiyaları çox yuxarı olur. Yəni bu mövzuda problem saatda yox, davranışdadır. Bir digər mövzu isə kaloridən fərqli olaraq orqanizmimizə düşən yük və onun iş mexanizmidir. Bu da öz növbəsində mədə-altı vəzin yüklənməsi səbəbindən insulin cavabının artmasına, həzm və mədə-bağırsaq sistemimizin artıq yüklənməsinə və yuxu keyfiyyətimizin zəifləməsinə səbəb ola bilər. Amma bu avtomatik olaraq yağ artımı demək deyil. Əsas qızıl qayda budur. Gündəlik kalori balansı, qida keyfiyyəti və aktivlik səviyyəsi. Axşam yemək kökəltmir. Bizi kökəldən planlaşdırılmamış və artıq porsiyalardır. Yağ saatdan yox, artıq yüklənmiş enerjidən yaranır. Axşam yemək zərərli deyil. Sadəcə elə qidalar seçməliyik ki, onlar bədənimizin və daxili orqanlarımızın iş funksiyalarına artıq yüklənmə etmiş olmasın. Bu cür videoların davamını görmək istəyirsinizsə, takib edib bəyənməyi unutmayın.